Azerbaycan istiqlalına dəfələrlə qəsd etmiş o imperiyanın sözçüləri bugün doğumunun 140. yıl dönümündə də Rəsulzadədən əl çəkməyiblər. Çünki başa düşürlər ki, Azerbaycan istiqlalının en büyük teminatı, en büyük istiqlalçı olan Resulzade'dir. Resulzade, Resulzade, Resulzade. Bugün ölkədə Rəsulzadəni, müsavatçılığı, bu dəyərləri sevməyən bir hakimiyyətin mövcudluğuna baxmayaraq, bugün ölkənin kənarından, Rusiyadan və başqa tərəflərdən Azərbaycana, müsavatçılığa, Rəsulzadə şəxsiyyətinə, hücumlara, onun haqqında böhtanlara, yalanlara baxmayaraq, bu dəyərlər elə dəyərlərdir ki, onların gerçəkləşməsi sadəcə zaman məsələsidir.